Əbəlfəz ağanın üstünə Kərbəlada hücum edənlərin çoxu namərd, qorxaq, aciz adamlardır. Da bir pəhləvan yerə düşəndə, yıxılanda onun üstünə hamı gələ bilər. Niyə onlar özlərini orada göstərmir? Çünki görməmiş, heç vaxtı onlar o şücayəti heç yerdə göstərə bilməmişdilər. Namərdliyindən, acizlikdən doğan şücayət görüntüsü idi. Çox təhlükəlidir belə insanlar din üçün. Və dinin içində bu şəxsiyyətsiz adamlar təəssüf ki var. Şəxsiyyətsizliyini də bürüzə verməyə bir fürsət verəcəklər hasansa. Göstərəcəklər mənfi yöndən özlərini. Allah deyir, heç kimə əyilmə, mənə baş üstə deyib dəyəri var. Heç kimə əyilməyən insan. Allah xoşlayır təvazökar adamları, amma güclü təvazökar adamları, aciz təvazökarları yox. Təvazödən başqa əlindən bir şey gəlmir. Gör, məsələn, şücayətli olub, necəsən, eləyə bilmirsən axı? Bacarmırsan onu.